Salam aleyküm əziz Baraka Çərəz evinin izləyiciləri. Sizə Azərbaycanda heç bir çərəz evində olmayan bir sir barəsində, heç bir çərəz evində olmayan, bizdə olan bir sir barəsində məlumat verəcəyəm. Deməli, biz çərəz evində burada bütün malları, demək olar ki, bütün malları belə xırda paketləmişik. Belə paketlərə ayırmışıq. Bunu da bir neçə səbəbə görə eləmişik. Baxın, demək olar bütün mallar belə olub. Bu da nəyə görə? Birinci fayda, müştəri gigiyenik tərəfdən təmizliyə çox önəm verir. Onun üçün də hər kəs gəlib bu məhsulları əl vurmur, barmaqlamır və belə təmiz qalır. İkincisi, müştərinin vaxtını udur, yəni vaxt qazanır burada. Gəlir hansısa məhsula, deyək ki, bu bizdə açıqdadır, bunu kilonu alırlar. Bundan gəlib 200 qram, 100 qram almır təbii ki. Bunlardan almaq istəsə, müştəri deyir bundan 300 qram ver, satıcı ölçür, gedir, gəlir. Bu onun vaxt itkisini aparır. Gəldi, götürdü bir dənə çiyərlik, bir dənə mango, bir dənə papaya götürdü, getdi, vurdu qiymətin, çıxıb getdi, vaxtı itirmir, vaxt israfı olmur. Üçüncü faydası isə yəni satıcıyadır. Yəni gəlib müştəri belə rahatlığı görəndə daha çox çeşid götürür və bu da daha çox satış əldə edir. Və biz də demək olar bütün məhsullarımızı belə eləmişik ki, həm gigiyenik tərəfdən təmiz qalsın, həm də ki müştəriyə rahatlıq yaransın deyə. Və bu məhsullarımızı da çərəzlərdə də eləmişik, həmçinin ədviyyatlarda eləmişik. Baxın, ədviyyatlarımızda da hamısını xırda paketlərə eləmişik ki, müştəri rahatlıqla gəlsin, gəldi, götürdü, çıxıb getdi. Gəlin siz də bizim halal və təmiz məhsullarımızdan alın, yararlanın.